Bir kitabda oxuyurdum o gün, yaxşı söz idi. Deyir, mərd adam, gözəl sözdür bu. Deyirdi ki, mərd adam 100 dənə yıxılanın əlindən tutub qaldırar, amma bir dəfə öz yıxılanda heç kəsdən gözləməz gəlib əlindən tutsunlar. Mərd adam. Bu qədər inciliklər var cəmiyyətdə. Ondan küsür, bu bundan küsür. Bilirsiniz nədəndir bu? Bu bütpərəstlikdəndir, şirkdəndir. İncimək olmaz, bilirsiniz, inciməyin içində şirk var. Sən Allahdan qeyri kimdənsə intizarın olmamalıdır ümumiyyətlə. Eləsə lap yaxşı. İnciməyin hamısını araşdırırsan, adam inciməz var ümumiyyətlə. Uman yerdən küsərlər, umma heç kəsdən ki, küsməyəsən. Yox, uman yerdən küsər, umma da umma. Allah deyir, umma, intizarın məndən başqasındandırsa bu şirkdir. Şirk belə şirk təkcə bu deyil. Bütü qoyub qabağa ibadət eləyəsən. Kimsə kimdənsə inciyirsə, inciliyini araşdır, görəcəksən ki, orada bir gözlənti var, intizar var. Allahdan qeyrisindən intizar da şirkdir. Deyə bilər ki, insan axı emosionaldır, təbii deyil. Emosional deyil, emosiyasını düz yönətsin. Düzgün istiqamətləndirsin. Gözlənti də olmasın heç kəsdən. Mən buna baxı, əlimin duzu yoxdur. Mən hamıya belə elədim, axırda bir dəfə özüm yıxıldım. Heç bir zərrə gözlən. Mərd adamsansa, yenə sonra özün qalx ayağa, Allahın kimi, yenə başla yıxılanları durğuzmağa təzən, əlindən tutub qaldırma. Buna deyərim, mərd adamdır bu. 1000 dəfə ayağa qaldır, bir dəfə yıxıl, heç kəs sənə yaxın düşməsin, heç kəs sənə incimə. Dur ayağa, Allah kömək eləsin, kimisə vəsilə eləsin, durğuzsun sən ayağa, sonra davam elə yenə yıxılanların əlindən tutmağa. Valla budur, yol budur, həyatın qaydası, qanunu belədir.